Və davam edirik. Sabah ölkədə ümumxalq hüzn günü olacaq. Artıq bir neçə gündür ki, Şəhidlər Xiyabanına ziyarətlər başlayıb. Ziyarətçilər arasında xüsusilə də məktəblilər üstünlük təşkil edir. Sabah Şəhidlər Xiyabanına ziyarətin çox olacağı ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və Şəhidlər Xiyabanı ətrafında yollar bağlanacaq. 20 yanvar hadisələrinin 26-cı il dönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri başa çatıb. Şəhidlər Xiyabanının girişində və bir neçə yerdə ənənəvi ekspozisiya qurulub. Bugün ziyarət edənlərin sayı da kifayət qədər olub. Xiyabandakı ekspozisiyaların hazırlanmasında qırmızı və ağ qərənfillərdən istifadə olunub. Şamlarla bəzədilmiş ekspozisiyalar ziyarətə gələnlərin diqqətini cəlb edirdi. Bundan başqa xiyaban ətrafında abadlıq işləri aparılıb. Xiyaban boyu güllər və şamlar düzülüb. Əsas anım tədbirlərinin sabah keçirilməsinə baxmayaraq, bugün ziyarət edənlərin sayı kifayət qədər idi. Əllərində qərənfil Şəhidlər Xiyabanına axşamlar arasında məktəblilər üstünlük təşkil edir. Amma ailə üzvləri ilə birgə şəhidlərin ruhunu yad edənlər də az deyil. Bugün müstəqil bir dövlətdə yaşayırıq. Bu müstəqil üçün bu şəhidlərə borcluyuq. Bunu bizim gənc nəsil unutmamalıdır. Biz də öz tədbirlərimizlə, öz təbliğatımızla bunu eləməyə çalışırıq. Və bugün bizim silsilə tədbirlərimiz olub. Bir tədbirimiz də şagirdlərimizin bura gəlməsi idi. Yəni bir yürüyüş etdik və düşünürəm ki, bu uşaqların yaddaşında qalacaq. Ailə üzvlərimizlə gəlmişik, borcumuzdur. Xalqımıza belə ağır gündə səbir diləyirəm. Allahdan arzu edirəm, torpaqlarımız işğaldan azad olunsun. Anım tədbirləri ilə bağlı səhər saat 8-dən mərasim başa çatana qədər paytaxtın mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bununla əlaqədar sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə olunur. Mehdi Hüseyin küçəsi 1, Teletiyatr binası yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Mətbuat prospekti, Mikail Müşfiq dairəsi, Hüseyin Cavid prospekti, Mikail Müşfiq küçəsindən Parlament prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Yollardakı məhdudiyyətlər anım tədbirləri başa çatana qədər davam edəcək.